Bismillahirrahmanirrahim. Ər və qadın bir-birini cənnətə aparan yolda dəstəkləməlidir. Nikah sadəcə eyni evdə yaşamaq deyil, axirət yolunda yol yoldaşı olmaqdır. Ər və qadın bir-birinə yalnız dünya işlərində deyil, iman, ibadət və əxlaqda da yardım etməlidir. Çünki ailə insanın ya cənnətə aparan bir səbəbi, ya da Allah qorusun, axirətini çətinləşdirən bir imtihandır. Uca Allah buyurur: Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Təhrim surəsi 6-cı ayət. Bu ayə göstərir ki, insan yalnız özündən deyil, ailəsindən də məsuliyyət daşıyır. Ər zövcəsini, qadın isə ərini xeyrə təşviq etməli, günahdan çəkindirməlidir. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur: Kişi ailəsinin çobanıdır və idarə etdiklərindən məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Bu məsuliyyət yalnız yemək-içmək deyil, namazın qorunması, haramdan uzaq durmaq, halal qazanc, səbr və gözəl əxlaqdır. Əgər ər namaza laqeyd qalırsa, qadın onu yumşaq dillə xatırlatmalı, dua etməli. Qadın ibadətdə zəifdirsə, ər onu mərhəmətlə təşviq etməlidir. Salih ər zövcəsini cənnətə yaxınlaşdırar, salih qadın da ərini yüksəldər. Onlar bir-birinin eybini örtər, səhvini üzə vurmaz, əksinə onu gözəl uslubla başa salar. Xeyir işlərdə yarışar, çətinlikdə səbirli olarlar. Çünki sevgi yalnız hiss deyil, Allah yolunda birlikdə dayanmaqdır. Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur: Allah o kişiyə rəhm etsin ki, gecə qalxıb namaz qılar və zövcəsini də oyadar. Bu ailədə iman mühitinin necə qurulmalı olduğunu göstərir. Bir-birini günaha sürükləyən yox, namaza, tövbəyə, səbrə, əxlaqa çağıran cütlük həqiqi xoşbəxtliyi tapar. Çünki dünya yoldaşlığı bitər, amma axirət yoldaşlığı əbədidir. Allah bütün müsəlman ailələrini bir-birinə cənnət yolunda yardım edənlərdən etsin. Amin.